Baş sponsor Berk Soyuq Çayları. Xüsusi sponsor QX Mənşət Texnikası. Sponsorlar Bomba Beloçka Tumları, Florentino Flowers, Turkuaz Santexnika Dükkanı, Miray Ev Geyimləri, Permalit Boyaları. Cavanşir məndən gör. Cavanşir məndən zəhra. Salam aleyküm. Nə tərsiz Cavanşir müəllim? Narahat eləmədim sizi. Elədim, eləmi? Nə deyirdim Cavanşir müəllim? Bir dəqiqənin bir dənə... Gör nə deyirdim. Deməli bizim bu balacanın sünnət toydu. Ayın 25'i. Dedim elə siz də gəlib orada bir iştirak edərdiniz, biz orada böyüklük eləyərdik. Yox, böyümüz var. Ümumi böyüklük. Böyük nə qədər çox olsa o qədər yaxşı. Bu, hara gedirsiniz? Bodruma, eləmi? Nə vaxt qayıdırsınız bə? Bir həftədən sonra. Ondan mən Cavanşir müəllim, toyu atmayana verirəm. Atmayana ver. Sen ne vaxt Bodrumdan geldin onda? Oldu Cavanşir müəllim, oldu, sağ ol. Aradan çıxmaq istəyirdi, aradan çıxmaq. Bilmirəm sən Bodrumda nə işin var, işçi adamsın. Ne oldu? Gəl çıx, görək bu dəvətnəmələrə paylayaq. Qalıb hələ, qalıb. Sen hele yazıp kurtarmamışsan bu Yazıb tutarmışsan, dəndəki bir kömək elə də kimlər qaldı, kimləri verəyik. Ne kadar adam yazmışsan? 354. 354 ne de? Sen sünnet eləyirsən. 354 nəfəri hara çağırırsan? Cemaatı bu istidən ağa arasından qırıb batıraşsan. Bu 351 nəfəri. Məni qınayan. Deyənim az idi bir də bu tərəfdən. Bu sünnet toydu, bu böyük toydu ki deyim ki bu evləndirər, boşandırar, sabah bir də evlənəyə. Bu sünnet toydu, bu bir dəfə olur. Tamam sağ sözüm. Sen bana diyorum. Sen konuşuya verdin dəvətnamə. Maldaya. Getmişdim dəvətnamə verməyə. Ne oldu? Girdim içəri, gördüm ki, kişi tırtaq uzanıb bir qıraqda. Yataq xəstəsidir. İnan ki, əlim gəlmədi daha verim. Kişi gəlib nətər iştirak eləsin, yataq xəstəsidir. Mən səni göndərmişəm, get cəmaatı dərdinə şərik ol. Yoxsa get dəvətnamə ver gəl. Bildim, nətər gələsidir o, nətər gəlib iştirak eləyəcək toyda. Sən nə işinə qalır, sən getdin. Meyvə almışdın sen, gilası verdin, gilası. Bu dəvətnaməni qoy başın altına tıkça bəridir. Sen neyinirsən ki, bu yataq xəstəsidir, gələcək, gəlmir. Gəlməz pul göndərsin. Keçmə deyirəm ki, qalıb bu qədər dəvətnamə. Bunun mən yerim vermişəm. 35 manatdan vur gör, hara gəlsin? Nə bu? Sen müəllim yoldaşlarına verdin. Vermişəm. Hamısına da. Sinif rəhbərindən tutmuş, zavuşlar, direktora, mürektora. Hamısına. Verdin? Hamısına vermişəm. Şey verdin, sen məktəbin qapıçısı var, xala var, qapısı. Ona verdin mi? Yox da, ayıbdır da, ona da nə dəvətnamə verim? O boyda müəllim kollektivinə dəvətnamə vermişəm da. Qapıçıya niyə verim? Məni qınayan. Az. Sana mən dedim ki, məktəbdə kim varsa, ümumiyyətlə o məktəbdə aylıq kim maaş alırsa, ver dəvətnaməni. Denəm belə uşağımın sünnət toyu. Ver tükçə bəri də. Müəllim deyir, bir şey deyir. Mən o qapıçıya nə dəvətnamə verim ta? Nə olsun, heyətdəndir də, kollektivdəndir də. Mən məktəbin kollektivindən deyil. Məktəbdə işləmir o. İşləmir. İşləməyinə, ta o boydana kollektivə vermişik. Onun adəti yoxdur. Nədir o xalanın adı? Adını da bilmirəm, xala deyirik də hamımız. Onda yazırım, hörmətli qapıçı xala. Qapıçı xala. Sizi ayın 15-i. Məclis, stolunuzda kim harda gəldidir, saat 18:00-dan verim. Ünvan Hövsan qəsəbəsi, Nurəddin Palazi. Nurəddin Palazi.
Onu ver. Axır yaz deyil. Sən ver ona, sən ver ona. Sən ver ona. Yaxşı, Mənim verərəm. Valideynlərin hamısına dəvətnamə verdim şu an Hə, valideynlərin. Şu an 22 nəfər deyil sinifdə. 22 nəfərin hamısının valideyninə vermişəm. Verdin, Hə. gəl. Prosta o sinif yoldaşı var ya Sevda. Onun valideynləri deyən boşanıb. Hə, ona görə dəvətnamə vermədim. Ta da bilmədim də kim gələcək, kim gəlməyəcək. Hə. Ayrı-ayrı yaşayırlar. Onda belə. Sən arvadın dəvətnaməsi səndədir. Hə. Nə var əslən? Atasına da yazın mən bir də. Ayrı-ayrı çağıracaq. Bunlar da ayrılıblar da. Bunlar ayrılıblar. Ayrı bir evdə öyle, iki evdir. Çağıraq gəlsin də. Bu nə tər adamdır, bu nə tər adamdır. Evin tikilsin ha. Hörmətli, neydi? Kişinin adını bilmirsən? Fikrət. Hörmətli Fikrət M. Aydındır sizi küçük toy məclisinə dəvət edilir. Vəziyyəti məclis il Aydındır saat qabulunu yazın 19'a gəlsin. Altdan gəlsə bu girənməyəcək. Altı çünki pıtırıq olacaq. Ünvan, Rüstam, qəsd nöqtə, hörmətlə, rəşadət. Bunu mən verəcəm, Sən anasına verəsən dəvətləmə, mən atasına. Qaqaşov VSB sürdünüz siz o gün uşaqlarla. O kim idi? O uşaq. Hə, uşaq. Məhlə yoldaşları olub da, nə bilsin. Onu böyüyə etmə, böyüyə etmə. Yuxarı məhlədən sürə-sürə gəliblər, nə tanısın o? Biz bu sünnət toyundan var ha, 2000 tutsaq sevinsən. 2000 tutsaq sevinsən. Sana söz verirəm ha. Sən canı yaxşı. Deyirdi nəyim ha tokla maşın aldı. Hə. Başım bırak, əgər sən belə şeylərlə. Mən deyirəm, kim nə var toparlamaq lazım, yığmaq lazım bir yerə. Düşünmək lazım. Düşünəsə adam qalmayıb. Nə oldu? Malina deyil. Nə beliskan sana? Nə oldu? Hara gedirsən? Malinaya bilənə dəvətnamə. Hə, otur aşağı, ayıb deyil. Bir malina satan qalıb, ona da dəvətnamə verəsən. Otur aşağı. Ya nə olur, hər dəfə ondan 2 vedrə malina alam deyil, görüm ha. Hörmətli Malina bəy. Ay bala. Vay, sən nə gündəsən ay bala. Çön görüm bir mən tərəfə. Deyən görüm. Bunun üst başına bax, bunun üzünə, gözünə bax. Ay bala, ayıb deyil sizin üçün. Siz bir dənə tost sorana görə belə əlbəyaxa girmişsiniz bir-birimizə. Qızım mənə deyir ki, Hə, nə deyir? bir evə robot tost soran alınmalıdır. Mən də deyirəm ki, Hə. o mənə nə deyirsən? Mən almayacam ki, bu tost soranı qaynana oğlanın evinə kim alıb gətirir? Kim alıb gətirir? Nə deyim də oğlum? Gəlir, bu qız evinin maşını gəlir, cehizli. O cehizliyin içində tost soran orada, düzdür? Olur. Onu kim alıb gətirir? Gəlin gələndə qız evi alıb gətirir. Mən niyə almalıyam robot tost soranı? Ha, sənin qızın ona görə mənim üstümə düşür. Bilirəm. Mənim də beynim döndü, gözümə görsənmədi. Götürdüm o tüysüz şaftanını, vızıldatdım ona. O da götürdü, bıçağı düşdü dalımda. Vay. Mən qaçmışam, o gəlir. Vay, demirlər də ki, xata çıxar əllərindən. Vay. Gör mənim üstümə halım necə var. Vay. Gör bunun necə var. Eyb yoxdur, baba, alıb gətirmişəm. Qaynana, o vaxtında alınmalıdır qaynana. Alıb gələk dava olaydı. Gələk bir-birimizi qıraydıq. Gələk bir-birimizi cırıb bahala salaydıq. Hə? Mən də qoymamışam, mən də belə, o mənim buramda koftamı cırdı. Mən də Əbülfətin oğluyam. Qaçanda, baba, əlim atdım, bax, burasından tutdum, cırdım, düz bırakım. Vay. Dedim, di get. Qaynana, bunu vaxtında al gəl, robot tost soranı. Hə, qaynana, qızın deyir ki, anam alıb da,
Anam 15 il bundan əvvəl alıb da. Deyirəm, istəyir 15 il olsun, istəyir 20 il olsun. Nə fərqi var? Ümumiyyətlə, evdə rozetkaya taxılan nə varsa hamısının bunu qız ev almalıdır. Bunu bir dəfəlik yadınızda saxlayın. Nə ağızdan içəri girir, onu oğlan ev alır. Sağ demirəm ki, bana çörək al. Sağ demirəm ki, mənə bax, tüksüz şaftalımı almışam. Alçadır, almışam. Ərimdir, almışam. Demirəm ki, al. Mən sizdən rozetkaya taxılan şeyi deyirəm. Al, gətir, ver. Alıb gətir. Almışam. Sağ. Vaxtında alaydın, gec almışsan, sağ. Qızın haradadır? Qardaşım gildə. Get, qızını götür gəl. Gələndə də yol üstü. Neapolun kurukunda qəssaflar var. Orada 3 kilo ət al, get kebab pişirən yeyək. Yaxşı, qoy gedim görüm qızı bir tər gətirə bilirəm. Get, get. Ağlım çıxdı ye başımdan. Ay, vay, vay. Ne bu nədir belə? Bu nədir? Mən qırdıq bunun üstündə, bir-birimizi qırdıq. Alın gətirin, onu vaxtında alın gətirin. Gələk, zıraq bir-birimizi. Sana anlat, gel. Hay. Oğul. Eşsən. Hə. Get Yeznərin qapısını aç, ayıfdır. Get. Get. Gətirmişəm hicamıya. Gətirmisən. Düşsün ha, mən öl düşürdü. Kimdir bu? Yeznə kimdir? Haranın başçısıdır bu mən qapı açır? Sənin bacının ailəsinin başçısıdır da bala. Düşürdəndə nə olur? Nə olur? Nə düşərək başçı? Sağ ol hələ. Elə bil narazısan nədənsə. Nədən narazı oluyor? Narazısan de bilir. Sən Allah keçdə, sən Allah keçək. Heç zatdan narazı deyir Yeznə, gəl. Ama bunun yerişi yaxşı, turuşu yaxşı. Bunun haran ağrıyırsa? Ağrıyan yerini bilək. Ha? Ağrıyan yerini bilək. Orada deyəcəklər də. Mən ağrıyıram, mən ağrıyıram. Bağırımı. Yox, yox, Keç də, keç. gəl. Salam, xoş gəlmisiniz. Salam aleyküm qızım. Masaja gəlmişdik. Siz olacaqsınız masaj? Kürəkənim. Kürəkənim bir balaca yorğundur, bədən ağrıyır. Gətirdim ki, burada bir yaxşıcana masaj eləsinlər, bütün bədənin ağrılığı getsin. Buyurun, keçin həkimin qəbuluna. Həkim qəbuluna get bir dənə. Keç Ümumi bir müayinə eləsin. Ora getdim. Bir dənə hə. Get bir dənə keyə bə. Sağ bir dənə başdan ayağa baxsınlar. Bığa bax, bığa bax, bığa bax. O sağ o vaxt dedim ya başımızı buna vermeyək. Dedim verək. Avropada, Amerikada belə şey yox da. Yezni anlayışı yoxdur. Bir dənə bizdən ki düşmüş yolun dalınca. Bax da şeyin yeznəsi kim? Ronaldo'nun da başçısı var da. Düz kimdir Ronaldo'nun başçının əri? Kimdir yeznə? Görmüsən Ronaldo'nun anası desin ki, yeznə buradadır. Yox, görmüsən görməsən? Yox. Bir dənə bizdədir. Bax yapış. Zəhlidir, bax zəhli. Somurur, somurur. Yaxşı, bu eşitdi axı ta. Somurur. Gələcək həkim yanında görə nə danışır, nə var? Keş görüm, ta onun da yanında belə danışmayıq. Qaynana. Hay canım. Bu masajdır, bu terapiyadır, hamısı sağ görədik. İnan ki, oğluna qalsaydı, mən çoxdan getmişdim o dünyaya. Hə, bala, indi bax gör bu masajdan sonra nə tər yüngülləşəksən. Sağ ol hanım, sağ ol. Onsuz da elə sənin bu kürəkənimin ağır vaxtı olmayıb mı? Ömür boyu yüngül olur. Yüngül gəlib, yüngül də gedəcək, narahat olma. Bəsdir, eşitdik, bəsdir. Sən bacının ailəsinə bir qol salarsan.
qan salaşsam. Bizə məni yandırıb tökən nədir ana? Bu indi gəlir masaja da, düzdürmü bu kürəkənin, düzdürmü? Hə. Ha bu gəlsin də, gəlsin masajın eləsin çıxsın getsin. Bunu gedirik evindən götürürük, gətiririk, masaj elətdiririk, gözləyirik, sonra mindiririk maşına, pulunu veririk, soyuqdan qoruyuruq. Niyə? Yəni bu özünün gəlib masaj elətdirə bilmir mi? Bala, bu bizim boynumuzun borcudur. Sağ ol. Hə. Sağ ol. Bax, dədəni kim masaj eləyirdi? Sən. Mən, sağ ol. İndi bu kürəkəni kim masaj eləməlidir? Bacım. Ay, sağ ol. Bacım masaj eləyəmir. Bizim də boynumuzun borcudur ki, gətirib bu kürəkəni burada masaj elədir. Hani bacım masaj elətdirənmir deyin, biz elətdirməliyik. Bacım nədir? Masajistdir. Bu mənim bacımı harda görüb bəyənir? Kimsə masaj eləyəndə görüb bəyənir ki, bu yaxşı masajistdir, mənim birim masaj eləməlidir. Yox, yox, yox. Dünyayla xoşbəxt adam bilsən mi kimdir? Kimdir? Yeznəsi olmayan adam. Veşdi səni, yavrum. Rahat deyirsən mi? Rahatla, rahatla. Rahat. Hələ mən bir də masaj olmamışım. Ha. Eyb yoxdur, eyb yoxdur. Götürüb indi kürəkənimi düşəcəm başına, eyb yoxdur. Yaxşıdır bu. Canını yiyərəm sənin. Benim bu çöreği yedik ama nəsə çatmır. Səncə? Berk. Düppədiz. Qardaş, bizim berkləri ver. Hansını içirsən? Şaftalı, feyxua, mango yoxsa marakua? Mango ilə başlayaq. Mən şaftalı ilə. Səsə var. Yoxdur da mango. Sənin dədən mənim cehizlərimin heç birini bəyənmir. Ta bunların hamısının vaxtı keçib. Ana bax, Quyuksin belə çaynikı olan yerdə sən nə belə çaynik işlədəsən? Bu Quixin nə gözəl ütüləri var. Köhnədən ayrıla bilirsən ki, təzədən xəbərin olsun. Təzə radiatorla çıxıb, sən bu plitkadan çıxa bilmirsən. Bu Quixin toz soranın nə gözəldir. Heç səsi də çıxmır, ey. Görürsən ana, Quyuksdə olmayan məişət avadanlığı yoxdur. Dedim elçilər gələnə kimi bu Belçika tumlarını çıtlayaq, başımızı qataq. Tələsmə, qoy elçilər gəlsin, geçsin, sonra açıb çıtlayarıq. Yo. Mən Belçika tumunu gördümsə özümü saxlaya bilmirəm. Elə mən də. Mənə bax, gülü Florentinadan alırıq. Sən onların Instagram səhifələrini görmüsən? Necə maraqlı, gözəl, zövqlü buketlər yığırlar. Gəl bir dənə içəri girək, özün öz gözündən bax. Salam xanım. Salam, xoş gəlmisiniz. Çox sağ olun. Biz ad gününə gedirik. Zəhmət olmasa bizə çox özəl bir buket hazırlayardınız. Aha, baş üstə bu dəqiqə. Florentino Gül Salonunda bütün özəl günlər üçün buketlər yığılır. Ad günləri, toylar, nişanlar, xınalar, xəstəxana çıxışları, uşaq otaqlarının bəzədilməsi, necə qeyri-adi kompozisiyalarda görürsən? Bir də ona bax, mələk qanadda könlümə uşaq düşdü. Dörd evdə səni gözləyir. Gedərsən, qoyarsan qapağımı oynayarsan. Heç o yadıma düşmür. Ay, nə gözəldir. Çox sağ olun. Gör nə gözəldir. Gözəl, qəşəng. Çox qəşəng yıldızlar. Alır pulumu verim. Bir gəlik. Qaynana, mənə nə çağırmısan ki, gəl bura. Və mənim əlimdə işim var, gücüm var. Evdə bütün klantların hamısı partlayıbdır. Skoşla onu cəhdim yerə çağırdın ki, gəl. Kürəkən, səni elə belə bu turkuaz hamam aksesuarlarına çağırmamışam, Çağırmışam sənə deyim ki, burada olan bütün hamam aksesuarları Avropa və Türkiyədən gəlir. Bəli. Sənin evinə bütün hamam aksesuarlarını bu mağazadan alacam. Sənin də canın Skoşdan, keyfiyyətsiz mallardan qutarsın. Qatan alıb gəl. Keç.
Moydadırlar, duşlar, krantlar, unitazlar, duş kabinkalar, vannalar, nə istəyirsən var. Özdə bütün məhsullar Eca və Krox şirkətinin məhsullarıdır. Mənsiz də gəlsən ünvanı bildin da Kürəkən, Düz Təhsil Nazirliyinin yanıdır. Bütün hamam aksesuarlarını aldım, ünvanıma göndərəcəklər. Sağ ol qaynana. Belə qaynanası olan kürəkənin də duşundan su fıskıra. Yax. Bax səni ona görə sədərəyə gətirmişəm ki, görürsən bu xələtlərin hamısı Miray ev geyimlərinin öz tikdiyi xələtlərdir. Tüm günü evdə deyilmirsən ki, mənim evdə eşitə geyinməyə xələtim yoxdur. Hə. Seç. Bunlar hamısı pambıqdır. Bəs nə? Buna bax, gör necədir? Burası belə Tigrovdur. Sən də buna Tigrovunu xoşlayan. Zövqümü bilirsən də. Hə. Bunların hamısını götürürük. Hə, götür, narahat olma. Qiymətləri münasibdir. Amma bu xalatları giyinəndə adamın turşu bağlamağı gəlir. Bu yay qazın yanından çəkirdi yoxdur. Sən üçün ancaq turşu bağlayacam. Sən canını yeyəm, canını yeyəm. Hə, balaca orada xiyarlar oldu. Onun turşusundan da bağla. Hamısından bağlayacam. Ürək halsından istəyir. Gedək. O nə boyadı sən alıb evi boyamısan? Bəs hansı boyadan istifadə edeyim? Permalit boyaları. Permalitin Termomax seriyası boyaları həm mat, həm ipək mat, xarici fasadlar üçün yarı mat və mat seriyalarında boyaları var. Antibakteriyaldır, silikonludur, tez silinəndir, uzun ömürlüdür və ən əsası solmayandır. Sən ustasan, bunları sən bilməlisən. Düzdür. Şinay xanım, heç kim yoxdur, düşə bilərsiniz. Nətər yəni heç kim yoxdur? Heç kim yox. Bircə nəfər adam yoxdur. Bircə nəfər də adam yoxdur. Ərazi bomboşdur, baxa da bilərsiniz. Mən boyda tanınmış müğənni. Mən gəlmişəm bu boyda ictimaiyyət içinə. Mənim üçün bir adam gəlməyib. Bomboş, heç kim yoxdur. Bir dənə dayıydı, o da keçdi get oyna. Necə olmaya bilərim? Mən 760 nəfərlik Instagram səhifəmdə yazmışam ki, mən gəlirəm Florentino Gül salonuna. Sən bəlkə də yaxşı baxmırsan. O sən Angelina Jolie'ni tanıyırsan? Eşitmişəm. Ay sağ ol, dünyaca tanınmış müğənni. Mənim səsim yeri gələndə ondan qat-qat artıqdır. Amma nə olsun? Görsən nə qədər sevəni var. Hı? Axranallarsız bayra çıxa bilmir. Nə baxırsan? Get qabaqda yaxşı-yaxşı bax. Mən də gəlirəm arxanca. Sən hazır ol ha. Sən hər an fanat ordusunun üstümə cummağına hazır ol. Qarşısını al. Ay dayı, bir dəqiqəlik gir içəri. Düşdü. Bax. Heç kim. Sən qabaqda getməlisən. Salam aleyküm. Tanıdınız məni? Tanınmış müğənni. Hə, tanıdıq. Şinanay. Tanıdıq. Ay, sağ ol. Qapını daldan bağlaya bilərsiniz. Ne üçün? Mən tanınmış müğənniyəm. Mənim özdə necə böyük bir fanat ordum var. O fanat ordum hər an bura gəlib, yəni mənlə bir dənə şəkil çəkdirsinlər deyə darmadağın eləyərlər də sizin bu mağazanızı. Sonra deməyin ki, niyə belə oldu, niyə elə oldu. Ona görə deyirəm, bəri başlarından qapını daldan bağlayasınız. Bu fanat ordumuz necə yaranır mən onu bilmədim də. Necə yarandı bilmədim. Bu fanat ordu bu Şövkət xanımda olmadı, Rübabə xanımda olmadı. Bu Şinanayda necə olur onu bilmirik. Ha? Bilirsiniz necədir? Buyurun xanım. Mənə 101 dənə gül lazımdır. Sumqayıtda Dünya TV-də qonağam.
Mənə ora elə bir ki, canlı efirə 101 dənə gül göndərməyiniz lazımdır. Verilişə də düzdür. Bəli, Problem birbaşa yox. verilişəm. Ha, bu günlü veriliş. Bəli, bu gündür. Hazırlaya bilərik 100 dənə. Ha? 101 dənə? 101 dənə. 101, ha, problem. Amma nə edirsiniz də? Üstünə bir dənə Qardaş, sən narahatsan. Qardaş. Əgər narahatçılıq varsa, bu qıraqda var ayaq yolu ya. narahat olun, o mənim şəxsi mühafizə xidmətimdir. Yerində dayanan biri, ona görə deyil. O fanatlar üçün o göz gəzdirir, onun işidir o. Siz mənə qulaq asın da. Buyur, deyin. Üstünə bir dənə kartoçka yazarsınız, zəhmət olmasa. Belə yazın ki, Fərhaddan Şinanay xanıma. Bildiniz necə? Elə bir ki, onu siz mənə göndərəcəksiniz. Mən canlı efirdə onu göstərəcəm ki, deyəcəm mənə gül. Deyəcəm, Fərhad, sən ailəli adamsan. Sənlə məndə bu sevgi baş tuta bilməz. Bəli. Fərhad şimdi ailəlidir. Hətta ailəli kimi deyəcəm, yalandan. Tamaşaçılar da görəcək ki, mən evli adamla münasibət qurmuram. Mən özümə hörmət eləyən adamam. Başa düşdünüz? Amma xalqın gözündə qalxacam. Problem yox xanım, necə istəyirsiniz, o sizin işinizdir. Amma olmaz ki, bu müğənni sizdə deyirsiniz də, düzdür. Yəni bu, nəsə bir səsimizlə, sənətimizlə bu xalqın gözündə qalxasınız. Düzdür, sizdə özünüzdə göz qalxır, maşallah olsun, qaş öz yerindədir. O əvvəllər idi. İndi sənətə baxan var. Bu dəqiqə kimin şousu güclüdür, o gedir qabağa. Nəysə, neçə saat hazır edə bilərsiniz? 101 dənə gülü nə qədər hazır eləyərik? 15 dəqiqə. 15 dəqiqə hazırdır. 15 dəqiqə. Belə bir gülümüz də var, istəsəniz bax. Gözəl, necə gözəl buketdir. Ay da çox qəşəngdir bu. Allah hayıl-mayıl olur. Mən bir tər oldum. Baba, nə gülləri var burada Rami? Burada lilya var, Lilya. simbidium var, xrizantemum var, matiola var, xarici roza var. Xarici roza var. Yəni istəsən, biz burada bir ki yapışdıraq, o Fərhadın adını da yapışdıraq. Yəni 5 dəqiqə hazırdır. Əla. Onda siz onun üstünə ad yazın. Bəli. Biz də bir dənə şəxsi mühafizə xidmətimin rəisi ilə bu tində dönər yeyib gəlirik. Yiyin xanım, nuş olsun. Çox sağ olun. Şinanay xanım, çörəkdə lavaşda dönər. Hətta çörəkdə əlbəttə ki, lavaşda adam doyur. Kürəkən, nə olub yenə, nə baş verirsən mənə bu turkazın qabağından konum atırsan? Nə olub ay bala? Xeyirdi yenə kimdə hep sənin xətrinə? Qanına Dağatay rayona getmək istəyirəm. Bu. Canım üçün bir Dağatay, yüngül bir dağ olan bir rayona gedib, özümü o dağdan atıb ölmək istəyirəm. Qoy, sənin də canın qutarsın, mənim də canım qutarsın, qızının da canı qutarsın. Allah uzaq eləsin. Nə söz elə deyirsən, deyil belə də, sözlər elə- danışma, belə sözlər deyil. demə. Elə deyil, qanına. Yenə nə oldu? Sənin mənə aldığın ev var ha, sağ ol. Sağ ol, sən mənə ev almaqla mənim başımı ucar edin, o söz yox. Mən həmişə səndən fəxr eləmişəm. Mən ol bir bala. kişi kimi, bir oğul kimi, mən dədəmdən fəxr eləmirəm, mən qaynanamla fəxr eləyirəm. Sağ ol bala. Mən elə oğulam ki, mən qaynanamla fəxr eləyirəm. Sağ ol bala. Amma Nədir düzdür, o? sən mənə altıma maşın aldın, aması var ama. Sən mənim cibimə pul qoyan adamsan, amma aması var. Sən aması var. Aması da nədir ki, mənim sənin evində rahatçılığım yox. Yox da rahatçılığım, yox da açıq deyim yox. Nə oldu? Bana girmək istəmirəm. Niyə ya bala, nə olub? Bir danışdı, açıq danış. Lamart Mahirənin neçə kürəkəni var? Aman zaman bircə dənə. Lamart Mahirənin bir kürəkəni var. Ona bir ev alıb, həmən evin bir dənə tuvaleti var. Bir dənə tuvaleti var sənin evinin. Adi bir görsən ki, qonaqlıqdan gəlir də. Qonaqlıqdan gələndə hamı avtomatik tez bazar girir ayaq yoluna da. Bəli. Mənim orada rahatım. Girən kimi o qapını döyür, tez çıx, bu birisi qapını döyür, tez çıx. Mənim rahatsızlığım. Səhər mən ayaq yoluna gedirəm. Bir uşaq gəlir ki, mən ata dişimi fırçalamalıyam, çıx. O birisi uşaq gəlir ki, ata mən tələsirəm, çıx. O birisi uşaq gəlir ki, ata avtobus gəldi, tez elə çıx. Mənim rahatçılığım yoxdur. Mən doyunca mən orada hamamda otururum, mən TikTok'a girəm. 2 video qapını döyürəm ki, çıx.
Ata çık. Lombard Mahirənin kürəkəninin 3-4 dənə ayak yolusu olmalıdır. 3-4 dənə hamam olmalı. İndi sən məni buna görə çağırmısan da bura, hə bala? İndi deyirəm, əgər uyğundursa, pulun varsa, imkanın varsa, çağırmışam. Burada santexnik əşyaları var da, nə varsa. O otaqda çıxıntı var. Çıxıntını mən eləyim hamam tualet, aksesuarlarından qəşəng o hamam tualeti düzək qoşaq. Sənin də kürəkənin olsun. 2 dənə ayak yolusu. Sən qurban. Belə Gəl, gəlir. gir içəri. Barmağını hansı unitaza qoyarsan, onun Lombard Mahirə sənin qaynanın sənə olacaq. Mənə belə gəlir, mənə belə. qurban Girək olsun. onda, girək bana görək nə var. Gəl, gəl. Mən əlimi nəyə vururam, sən deyirsən ki, almışıq. Sən elə başa düşürər ki, baxmada sən də qadın xeyli axsan. Deyərsən ki, bu kürəkən lap mənə paz oldu. Hım nəyin hımıdır, yəni paz olmuşam. Yox bala, yəni Yəni sənə qulaq asıram. Sözün canındır. O hımdır. Yəni deyərsən ki, bu sən elə bu kürəkən istifadə edir, bu elə nə gəldi onu al, nə gəldi bunu al, lap elə bu arvad şotuna yaşayan kürəkəndir də, bildin? Hım nəyin hımıdır? Yəni razılaşsan ki, mən yəni arvad şotuna yaşayıram. Yox da, o hımdır. O hımdır. Bu hım şeyin hımıdır. Yəni davam elənin hımı da, sağ ol. İndi qaynanam, mən səndən heç nə istəmirəm, bir şey istəmirəm. Mən onu istəyirəm ki, mən rahatçılıq istəyirəm. Mən səndən o rahatçılıq istəyirəm. İndi sağ ol, ev almışsan. Amma mənim o evdə rahatçılığım yoxdur. Bax, o hamam tualet o cəm bir dənədir. O da olmur, qaynana, bilsən, o da olmur. Elə bil ki, özdə nəyə səbirləşirəm hərdən, nəyə səbirləşirəm. İşdən gəlirsən ha. Arvad çox bütün gün evdədir, eləmir. İşdən gəlirsən, qələt eləyərsən, girərsən hamama tualetə. O saat, ata çıx, burada kim var? Nə var çıxırsan? Bütün günü evdəsiniz də, məni gördünüz. Adam yanıb tökülür. Səhv deyirəm, qaynana. Düzdür. İndi mən də deyirəm ki, əgər imkan varsa, şərait varsa, mən bizim o yataq otağın bölündə balaca bir otaq kimi var da. Orada elə bilginən ki, balaca mən hamam tualet yerim, o şəxsi olsun mənim hamam tualetim. Qurbandır. Hansı unitazı istəyirsən? Bax, beləcə barmağını qoy. Çoxdur, Sənin qaynanan Lombard Mahirə onu sən alsın. Çoxdur olmaqla. O zaman adam seçim şeyində qalır. Burada seçim çoxdur, düz deyirsən. Bu xoşuma gəlir, bax. Hansı? Bu qızılını götürərəm, bu qızılını. Qızılını. Deyər o Amerikan prezidenti də belə qızılı da onda, demə. Kürəkən. Alırsan heç olmazsa başqa cürəsini al da. Qızıl unitaz nədir? Qaynana, mən sənə demirəm, mənə bir dənə qızıl ver, taxım barmağıma. Demirəm, mənə bir dənə qızıl braslet ver, taxım qoluma. Qızılı, bir dənə deyirəm ki, unitaz alıma. Onunla söhbət edirsən, qaynana. Söhbətə Qaynanalar var ki, kürəkənin altına Qalinvagen alıb qoyur. Range Rover alıb qoyur. Mən səndən nə qalıq istəyirəm, nə rand istəyirəm. Mən səndən unitaz istəyirəm. Onu da alıb mənim altıma qoymuşsan. Yaxşı, kürəkən qurbandır sağ, götürürən hansını istəyir. Onu istəmədin. Qaynana. Sən sağ ol. Məhvə, qaynana, bu təzə ranslardan birini nə vaxt onu alıb mənə verəsən ki, mən də qoyum onu altıma. Tələsmə, bir-bir. Yavaş-yavaş qalxacaq. Bu birinci unitazdan başlayırıq. Gəl.
qız gələcək indi. Ana qız gələndə problem yaratmadı da onu da aşağı yuxarı. Yox, alaq da ana. Yaş ötürək. Hay bala, mən nə deyirəm ki? Al da, al qutar da bunu. Sənin də könlün xoş olsun. Könlün xoş olsun deyənə ki, ana, sən çox belə dərinliyə gedirsən, dərinliyə getmə də. Dərinliyə gedərdim sən nə vaxtı? Mənim 24-25 yaşım olan, mənim 41-42 yaşım var. Dərinliyə getmək lazımdır. Nədir odur? Nədir odur? Alaq da ana, alaq. Bir sən ana, deyir o, gəlin, xalatı başı bırax. Gəl deyəmişə, bura girimsən xalata. Xalata alasın da, bir dənə qızı ala, sonra səni gətirəyim, bax, hər gün sədərəyə gətirəyim. Səni salacaq mira geyimlərindən al gedək. Amma bir dənə qızı alaq da. Deyir o, gəlin, qarpız kimi bir şeydir. Alırsan, ağ da çıxa bilər, qırmızı da çıxa bilər. İndi tam da indi qarpıza odaklanmayaq da, ana. Bir də bunu gələn onu kəsdirək, bunu götürək bir dadına baxa, elə olmur. Nədir odur da, qarpız ağ da bizimdir, qırmızı da bizimdir. Elə şey yoxdur. Abala, o əvvəllər idi, qarpız alırdın, ya ağ çıxırdı, ya qırmızı. İndi qışda da qarpız alırsan, işi qırmızı çıxır. Amma adamı zəhərləyir. Biz bilməliyik kim alırıq, bilməliyik də. Deyən bir dərinliyə getmə. Ana gəlir, ana qız gəlir. Gəlir. Ana saçım nətər? Ana sağ ol. Yaxşıdır. Sağ ol, sağ ol. Ana, onun cebində kezinə bax. Lalədir, lalə. Elə bir dağın döşündə bitirdi. Heç olmaz bu lalədən. Salam. Salam, xoş gördük sizi. Necəsiz? Çox sağ ol ay qızım, sən necəsən? Çox sağ olun, mən də yavaş-yavaş. Deyirəm, hər dəfə siz bizim mağazaya gəlirsiniz, heç vaxt işini almırsınız, çıxıb gedirsiniz. Deyəsən, bizim müdür kimi elə ancaq mağaza yoxlanışına gəlib gedirsiniz. Dilin şirin olsa, nə xələtin əlində qalar, nə də özün. Mən sənə dedim ki, ay xanım, hansı xalta istəyirsiniz, baxın da. Ana, şey eləmə də. Anama bir xələt göstərdin. Biz yəni tam da xələtə şey eləməmişik də. Gəlmişik həm xələtə baxmağa. Bu xələti bəyənmişəm. Başa düşdüm. İstəyirəm bunu geyinim, bir Elnur baxsın. Elnur bəyənsə bunu götürəcəm. Baxım görüm biraz necəsin. Giyinin baxın görün olacaq. Pambıq kimidir, pambıq. Evdə giydirsələr bizə əlində işin yoxdur. Anamdır. Bilirəm. Anamın dodağının elə olduğuna baxmayın, mülayim qadındır. Heç nə göründüyü kimi deyilmiş. Burası atam xoşlayır, maraqlı dodağı. Ona görə onun dodağı elədir. Standartlardan kənar. Kənardır. Aydındır. Mənim bir arzum var, olar istədiyim. Əlbəttə. Tanrım. Utanan oğul olmur, deyin. Siz burada xələt çevirirsiniz də. Xələt satıram, bəli. O gün olsun, toy olsun. Orada desinlər ki, gəlsin gəlinin əmisi xələt versin. Yox, mənim əmim xalat işi ilə məşğul deyil, mənəm xalat işi ilə məşğul olan. Onu demirəm, deyirəm ki, toy olsun bir dənə, vursatlasın toy olsun da. Biraz utancağım, tam fikrimi satıram. Tam ne açıq danışır. O gün olsun ki, desinlər ki, gəlinin də əmisi gəlsin, xalat versin, nə desinlər. Əmim xalat satmır da. Ay Elnur. Nətərdir mama bu? Yaxşı ana. Nətər ay qızım? Əla, çox yaraşıb rənginə anımızın, düzdür? Elə bil ki, dağın döşündə indi 2 dənə lalə var. 2 dənə lalə oldu. Rəngi yüz açıldı. Doğruda. Rəngi yüz açıldı. Biri elə bil ki, tumurcuqlu lalədir, biri açılmış lalədir. Çox sağ ol. Qızım, oğlum bəyəndi. Sən də bir stəkan çay gətir, çək gedək. Çay istəyirsiniz? Bu dəqiqə. Firuzə! Ay Firuzə! Ay qız, 2 dəstəkan qaldır yuxarı. Müştərilər çay istəyir. Bir dəqiqə gətirəcəyim. Ay qızım, sən özə niyə çay gətirmirsən ki? Hə? Ay xanım, mən burada satıcıyam da. Mən burada çay gətirən deyiləm axı. İndi hələnin öz işi var. Bura gəl.
Rütbət söndü. Eşitdin? Mənə çay gətirmək istəmir. Bu indi də mənim qabağıma çay gətirmək istəmirsə, mən bunu alıb gəlin eləyəndən sonra bu mənim qabağıma çay gətirəndir? Hə? İndi sənin qavana ne çay koysun? Bu senin kendin dör, kızın dör, başın kızı dör, kardeşin kızı dör. Niye koysun ne çaydan? Necə yəni? O bilmir ki, bura qaynanası gəlibdi. Adam bir de hala almamışık axı. Xanım, belə bir dənə də qırmızı model xalatlarımız var. Bəyənirsiniz? Çox sağ ol. Lazım deyil. Eşidirsən məni? Düş qabağıma getdik. Düş. Ne alardık sana, ne alardık sana? Gel. 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 Burnundan gətirdin. O toyu burnundan gətirdin sən. Hələ gətirməmişəm Qubat. Hələ gətirməmişəm, gətirəcəm. Məni kiş yerinə qoyma Qubat. Mən bu sənin belə danışanda, bu belə şordayım, danışanda mən Qubat, utanıram da. besti ta. Mənə bax, mənə bax. Deyirsən belə, o nə də sən qız müğənni başlayan kimi oxumağa? Əllərini açdın göyə, elə bil ki, bir dənə qara qartal süzür ortalıqda. Girdin ortalığa, bax belə. Bax, çıxmırdın, oynuyordun. Bax, belə. Salanmırdılar, sən aşağı, bax, beləydin. Keçsəri, 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 keçsəri deyirəm. Gəl görüm, keç otur qabağımda, saat suallarım var, cavab ver görüm. Gəl görüm, Qubat. Deyirəm. Qubat, o toyda qız müğənni oxuyanda, o nənam yox idi, sənə verirdi Qubat, ha? Elə bilirsən, başa düşmürəm, məni gic yerinə qoymunsan, Qubat. O nə hiç sənəm yox verirdi. Nənəm yox elədim ha. Zəngələ, o qara qıza zəngələ. Nənam yox idi bu. Bunun bu mahnı belədir ki, zəngələ, bu qara qıza zəngələ, bu mahnı belədir. İndi o demək deyil ki, onu mənə oxuyur. Doğrudan, ha? Yaxşı, bə, onda bu nədir? Zəngələ, bu əl nədir Qubat? Bu əl hara gedib gəlir Qubat, bu nədir? Maddə görüm nədir bu? Cavab görsün. Mənə səbirləşdirmə. Mənə səbirləşdirmə. Qubat, mən sağ kiş deyirəm, ha? Nə də mən sənin qabağında uşaq deyirəm, Bunu mənə eləmir. Bunu mənə niyə eləsin ki bu? Kim eləyir? Bu mahnının stili belədir. Aygün mahnı oxuyur yelpi ilə də. Presdə bir yandan. Düzdür. Bunda da yelpilik bir şey yox da, bunda budur. Bu qara qıza zəng elə. Mahnıya uyğun deyir. Mənə demir ki. Bə o neydi ay Qubat? Qız oxuyanda çıxartdın diri gökyüz yapardım verdin o qıza. Nə deməkdir bu Qubat? Mən sağ deyim nə deməkdir? Yəni bax pulum varsa xərcləyəcəm. Pulum var sən ürəyin istəyən kimi xərcləyəcəm sağ. Bax o deməkdir. Sənin eşinə ehtiyacın olmayacaq. Bax bu o deməkdir Qubat. Mən gücləyirəm sabitdin. Hamı çıxardır nə bilim 100 manatdan zaddan verir. Mən də əlimi atdım belə gördüm ki 200'lər çıxdı. 200'lər. Müğənni ilə gözü gəldim, gördüm ki mənə baxır da, mənə baxır. Mən də utandım, belə qoyum, oradan 100 manat çıxardım. Götdüm göyküzü, verdim ona da. Burada nə var ki, mən onun sənətinə qiymət verirəm də, o müğənniyə sən, mən belə pul verməliyik ki, müğənnilərə. Onlar da Maybaqdan zaddan alsın sürsün də. Biz onlara alıb verməliyik ki, onlar sürsün, biz də düşək onların dalınca. Belə sənətə qiymət verənsən, Əl-İkram yarım saat sənin qabağında da canı çıxdı oxumaqdan. Çıxardıq bir ona da bir 50'lik verərdin da. Əl-İkram çıxıb oxuyanda süfrəyə lülə gəldi. Mən bir lüləyə baxdım.
Bir əl-kirama baxdım, bir lüləyə baxdım, bir əl-kirama baxdım. Gördüm lülə soyur, əl-kiram indi qızışır. Dedim yiyeyim, sonra oxuyum. O da başım qarışdı lüləyə, gördüm tabi da çıxıb getdi. Sonra qara qıza zəngələ gəldi. De mən nə halim mən? Zəngələ, Elşad Qarayev öz dili ilə sadə deyə biz çıxartdı 20'lik qoyuyor qabağıma. Çıxardıb vermədin. Amma əlin gəldi o qara qıza 200 deh verməyə elə Qubat. Sən mənim ürəyimə bugün çarpaz dağ çəkdin. Yığış! Qubat, yığış! Eşdin? Sənin qabağında mən uşaq deyirəm, ha! Nə də mən sənin üçün güc deyirəm. Günah məndədir də. Günah məndədir. Denən sənin iş yoldaşının toyudur. Sən o toya niyə arvadını aparırsan? Orada səndən başqa o toyda arvadı ilə gələn var idi toya. Yox, nə işin var Qubat? Arvadını nəyə götür gedir? Tək git, ye, iç, şənlən, baxışın, gülüşün, çıxın gəlin də, çıxın gəlin də. Günah məndədir, günah məndədir ki, toya niyə arvadla gedirsən? Kişi toya arvadla nə qədər az getsə o qədər yaxşı. Nə qədər az getsə. Ben gördüm orada dedi ki bu qara qıza zəng elə. Bu görmür ki onun nömrəsini çəkdik. İmkan verdilər ki nömrəni yazaq. 222 desən 220 Alo? Ha, bağışla qardaş, səhv düşmüşüm. Bağışla. Alabildik mi nömrəni, alabildik mi? Baş sponsor Berk Soyuq çayları. Xüsusi sponsor QX Mənşət Texnikası. Sponsorlar Bomba Beloçka tumları. Florentino Flowers. Turkuaz Santexnika dükkanı. Miray ev geyimləri. Permalit boyaları.